Xoş gördük dostlar. Deməli biz keçən dərsdə artıq bizim deməli valve faceplate'in artıq test elədik. Bir dəqiqə dostlar, deməli mən baxın biz deməli burada event əlavə eləməliydik. On click direct connection eləmişik nəyə? Qırmızı valve, düzdür. Və burada əlavə olaraq properties display no elədik, düzdür. Bizdə change yoxdur burada. Burada da yoxdur. Tamam, gəlin onda bunu duplicate eləyək. Salaq bura. Və burada bizdə ikinci deməli greendir da, düzdür. Greeni biz eləməliyik sizlə link to text ready deməli ready dəyişəcəyik sizlə greenə. Green. Dəqiqə mən taglara dəqiq baxım. Bizdə green böyük hərflə idi, səhv etməmsə. Renk tag, bu green, tak, bunu da böyüklə düzdür. Qaydaq bura. Və burada basaq select all and replace. Ok düyməsini basaq. Və bir də bunu duplicate eləyək. Gətirək bura aşağı və burada yenə text deməli green isə green'i blue'ya dəyişməliyik. Select all olsun. Bir dəqiqə nəsə səhv elədik. Text deməli green dəyişirik blue'ya. Select all, replace ok düyməsini basırıq belə. Və burada da gəlin object name'i dəyişək. Bir dəqiqə dostlar qoy baxım. Deməli burada biz adını nə qoyduq sizlə? PV qırmızı valve. Bunu kopyalayayım. Kırmızı valve kopya. Ve burada bunu eləyəcəyik green valve. Aha. Green yani yaşıl. Və bunu da eləyəcəyik göy. Əslən mavi də qoya bilərdi, amma ev yoxdur. Tak, gəlin bunu save eləyək. Və burada biz nə eləməliyik sizdən? Deməli, burada indi əlavə eləyəcəyik event, object event, on click, direct connection, constant 1 və burada bizə lazım olacaq deməli qırmızı göy, yaşıl display ok və eyni şeyi biz eləyəcəyik sizlə bu valve üçün. Daha çox valve oxşamır düzdür, amma ev yoxdur.
Burada da direct connection, constant 1 ve bu olacaq bizdə göy display ok. Və gəlin bir dəfəlik elə sizlə pumplarda əlavə edək. Bunu götürək, deməli duplicate çəkək bura, gələk deməli properties-ə, deməli bu olsun bizdə. Kırmızı valve 1 niyə oldu bilmədim. Bir dəqiqə. Hə, 1 olmalıdır, düz. Bəli, bu olacaq bizdə qırmızı pump. Və sonra biz gələcəyik sizlə deməli bura və burada bizə lazım olacaq pump FB. Seçdik pump FB-ni. Red title red valve olsun deməli red pump və gəlin bunu kopya eləyək, daha doğrusu duplicate, bunun adını dəyişək, qoyaq deməli kırmızı pump 1 olsun yaşıl tak, burada bu qalır, bunu eləyək, bir dəqiqə qoy baxaq, avtomatik dəyişə biləcək yoxsa yox. Gəlin indi birini də deməli duplicate eləyək, bu da olsun bizim mavi. Mavi yok, göy daha doğrusu göy pump və burada gəlin linkini dəyişək, deməli text bu bizdə dəyişməlidir red səhv dəyişdim text deməli red dəyişəcək green select all replace ok. Bu da olacaq bizdə link text deməli burada bizdə nə idi? Red idi, red deməli red bizdə dəyişəcək deməli göyə yox, üstdən buluya bu select all replace ok. İndi demək olar eyni əməliyyat deyil, dostlar, deməli pump'ı seçdik, gəlirik properties-ə event object direct connection constant 1 deməli burada seçəcəyik sizdən birinci bizə gəlir qırmızı pump display ok. Ondan sonra burada seçəcəyik yenə sizdən object on click direct connection deməli constant 1 bunda deməli eyni cür direct connection constant 1 burada deməli seçəcəyik sizdən göy display ok. Burada biz ne seçtik bir dənə
Properties event düzdür, yaşıl. Dostlar, bir dənə yoxlayaq, baxaq görək bizdə ümumiyyətlə açılanda nə baş verəcək. Gəlin əsas sayfadan açaq. Əsas PDF open və start. Deməli, dəyişik sistem ümumi bağla. Tak, valvın biri yoxa çıxıb. Yox, bunu düzəldərik. Tak, deməli, blue valve, green valve, valve yoxa çıxdı, bilməm niyə, baxarıq, red pump, green pump və blue pump. Düz dostlar, yenə də işləyir sistem. Növbəti dərsdə biz bu displeydə bunu düzəldərik və həmçinin də deməli biz işləyəcəyik sizlə alarm səhifəsini. Çox sağ olun dostlar, təşəkkür edirəm. Videonu bəyəndinizsə like qoyun və kanala abunə olmağı yaddan çıxarmayın.